Salam, hər vaxtınız xeyir olsun. Bugün biz həndəsənin əsas anlayışları mövzusunun izahına baxırıq. Həndəsənin əsas anlayışları birinci, başlayırıq nöqtədən. Nöqtə heç bir ölçüsü olmayan fiqurdur. Baxın, A, B, C və s. yəni hərflərlə işarə olunur. Gəldik düz xəttə. Düz xəttindir, yalnız uzunluğu var, eni və qalınlığı yoxdur. Yəni, nə başlanğıcı var, nə də sonu var. Sonsuzdur. Müstəvi. Müstəvi qalınlığı olmayan düz hamar və bütün tərəfləri sonsuz uzanan fiqurdur. Baxın, bütün tərəfləri sonsuz. Mən bunu istədiyim qədər böyüdə bilərəm, uzada bilərəm. Məsələn, lövhə, masanın üstü, yəni biz bunları müstəvi adlandırırıq. Gəldik şüaya. Bir tərəfdən məhdud olan düz xətt hissəsinə şua və ya yarım düz xətt deyilir. Yəni, şuanın başlanğıcı var, sonu yoxdur. Sonra, deməli, şua üzərində n sayda nöqtə qeyd olunarsa, n sayda şua alınır. Bu nə deməkdir? Məsələn, sənə deyir ki, şua üzərində 5 nöqtə qeyd olunub. Nə qədər şua alınır? Onda deyəcəksən ki, elə 5 dənə şua alınır. Baxın, bu qayda onun üçündür. N sayda şuanın üzərində nöqtə qeyd edirəmsə, elə n sayda da şua alınır. Sonra, düz xətt üzərində n sayda nöqtə qeyd eləsəm, 2n sayda şua olar. Məsələn, deyirəm, düz xətt üzərində 3 nöqtə qeyd eləmişəm. Nə qədər şua alınıb? Deyəcəksən, 3 vurulsun 2 bərabərdir 6 şua alınıb. Gəlirik parçaya. Parça hər iki tərəfdən məhduddur. Yəni, bildiyimiz qaydada AB parçası hər iki tərəfdən kəsilib. AB parçası. Yəni, müəyyən bunun ölçüsü olur da. Gəldik parça ilə bağlı bəzi düsturlara. Biz düz xəttin üzərində n sayda nöqtə verilərsə, əgər bizə düz xətt üzərində n sayda nöqtə verilərsə, parçaların sayını soruşarlarsa, onda biz bu düsturdan istifadə edirik. Məsələn, bir nümunə verək. Tutaq ki, düz xətt üzərində 3 nöqtə qeyd olunub və mənə deyir ki, alınan parçaların sayını tapın. Onda n-in yerinə 3 yazıram. Yəni, 3 vurulsun, 3 çıxılsın 1, bölünsün 2. 3 vurulsun, 3-dən 1 çıxanda 2, bölünsün 2, cavab oldu 3. Deyirəm ki, 3 dənə parça alındı. Bu belə, indi bunu silirəm. Əgər qeyd eləmək istəsəniz, videomu saxlayıb, qeyd götürə bilərsiniz. Deməli, bucaq və onun növləri. İti bucaq bilirik ki, 0 ilə 90 dərəcə arasında olur. Yəni, nə 0 ola bilər, nə də 90 ola bilər. Başlayır hardan? 1, 2, 3 və 89-da dayanır axırıncı. Bu olur bizim iti bucağımız. Düz bucaq konkret, 90 dərəcədir. Yəni, bizə düz bucaq deyəndə biz bu şəkil çəkməliyik. Baxın, 90 dərəcəni burada yazmalıyıq. Kör bucaq 90 ilə 180 dərəcə aralığında yerləşir. Yəni, məsələn, 91, 92, ən axırıncı 179 dərəcə. Bu olur kör bucaq. Açıq bucaq 180 dərəcədir. Bizdən şəklini istəyəndə, baxın, belə çəkirik. 180 dərəcə, baxın, belə. Tam bucaq, tam bütöv 360 dərəcədir. Gəlirik, qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Yəni, iki düz xətt kəsişəndə, baxın, qarşı-qarşıya dayanan bucaqlar bərabərdir. Baxın, alfa betaya bərabərdir. Qamma da fiyə bərabərdir. Məsələn, bir dənə nümunə verirəm. Tutaq ki, iki düz xətt kəsişib. Buranı verib 70 dərəcə, düzdür. Digər bucaqları məndən soruşur. Digər bucaqları yazmaq üçün, axı dedik, qarşı-qarşıya dayananlar bərabərdir, gəlin onu başqa rənglə yazaq. 70 dərəcəsə, burada 70 dərəcə yazıram, çünki qarşı-qarşıya dayanıblar. Baxın, indi bu hissə nədir? İndi bura gələcəm. Burada bu xətt varsa, bir qonşudurlar. 70 dərəcənin qonşusu, indi onu aşağıda qeyd edəcəm. Qonşu bucaqların cəmi 180-dir. Əgər qonşu bucağımın, yəni biri 70-dirsə, digəri olmalıdır, nə olmalıdır? 110 dərəcə olmalıdır ki, cəmi 180-i versin. Baxın, bayaq dedik, açıq bucaq. Yəni, baxın, bir düz xəttin üzərinə baxın. 180-dir, bəli. Deməli, oradan da deyə bilərik. Və ya deyirəm ki, bunlar qonşu bucaqlardır da, baxın, hardan bilirik? Çünki bir dənə düz xəttin üzərindədirlər, 180 dərəcədir. Və yaxud da belə loru dildə desək, əgər arada xətt varsa, bizim
qonşumuz 70-in qonşusu, baxın, deyirik ki onda 110 dərəcədir. Yəni onda 180-dən 70-i çıxırıq, deyirik ki 110 dərəcədir. Onda 110 da elə qarşı-qarşıya dayandığı isə 110 dərəcə olmalıdır. Biz dedik axı, qarşı-qarşıya dayanan bucaqlar bərabərdir. 70 dərəcə isə burada 70-dir. 110 dərəcə isə burada 110 dərəcədir. Fikir verin, toplam olaraq bir dairə bütöv 360 dərəcədə. Bayaq burada dedik bütöv tam bucaq 360. Bu da gəlib həmin qaydaya çıxır. İndi bunu buradan silim ki, burada səliqəsi görünməsin. Bəli, qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq 180 dərəcədir. Yəni, qarşılıqlı bucaqlar niyə görə? Çünki buradan tənböləni çəkirəm, bu bucağın da tənböləni çəkirəm. O zaman buradan görürəm ki, bütöv baxın, bir düz xəttin üzərində yenə nə oldu? 180 dərəcə. Ona görə deyirik ki, qarşılıqlı bucaqların tənböləni arasındakı bucaq 180 dərəcədir. Belə çəksəz eyni şey olacaq. Baxın, buradan çəksəm tənbölənləri, yenə də fikir verin, qarşı-qarşı dayanan bucaqların tənbölənləri yenə də 180 dərəcəyə bərabərdir. Bu nümunədə mən onsuz da burada verdim. Baxın, amma yenə də burada deyirəm. Alpaya qonşu olan iki bucağın cəmi 60-dır. Yaxşı, 60-dırsa, deməli, bunlar qarşı-qarşıya dayanıblar da. Onda hərəsinə 30 düşür. Burada 30-dur, burada 30-dur. 30-un qonşusu nədir? Qonşusu nədir? 150 dərəcə. 180-ə 30 çıxdı, ona görə. Bura 150 isə, əlbəttə ki, burada 150 dərəcə olacaq. Paralel düz xətlər. Müstəvi üzərində kəsişməyən iki düz xətlər paralel düz xətlər deyilir. Paralel düz xətlər belə göstərilir. Baxın, şəkildə göründüyü kimi. Və yaxud da yazılanda işarə olaraq belə qeyd olunur. AB-yə paraleldir. Gəldik perpendikulyar düz xətlər. Perpendikulyar düz xətlər deməli, düz bucaq altında kəsişən iki düz xəttə deyilir. Yəni 90-da. Deyirəm ki, tutaq ki, AB-yə perpendikulyardır. Avtomatik biz bura 90 dərəcəni A ilə B-nin arasına 90 dərəcəni yazmalıyıq. Onda söz ilə də yazsaq, işarə ilə də yazsaq, belə A perpendikulyardır B-yə qeyd olunur. Baxın, burada yazıldığı kimi. İndi gəlirik iki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan bucaqlara. İki dənə paralel düz xət üçüncü düz xətlə kəsişəndə burada hansı bucaqlar yaranır? Deməli, bir dənə fikir verin, əvvəl adlarını tanıyaq. Bir dənə daxili hissəyə baxın. Daxili hissə harada yerləşir? Baxın, göstərirəm, bax bu hissə. Fi, gamma, x, y, düzdür, daxildə olan hissələrə baxın, bax bunlar. İndi, burada baxın, bir dənə qaydanı bilməliyik ki, qeyd edirəm. İti bucaq bir-birinə bərabərdir. Kör bucaqla kör bucaq bir-birinə bərabərdir. Bir də iti ilə körün cəmi 180-dir. Bu üç qaydanı bilsək, deməli biz bu qaydanın hamısını bilirik. Deməli, bir saniyə bunu kiçildək. 180 dərəcə. Yəni, bu iti ilə iti o deməkdir ki, yəni uyğun bucaq. Bunlara deyirlər uyğun bucaqlar. Yəni, iti bucağa bərabərdir, kör bucağa. Biz bunlara deyirik ki, bunlar uyğun bucaqlardır. Bizə uyğun bucaqlar deyəndə biz nəyə baxmalıyıq? Ya iti ilə itini axtarmalıyıq, ya körlə kör. Məsələn, deyirəm ki, iti bucaq. Biri, misal üçün, burada iti bucaqlar hansılardır? Bax, məsələn, bu Y, görürsünüz? Bunu kiçildək şeriftini. Y deyil, sonra hansı iti bucaq? Baxın. N-dir. Bunlar uyğun bucaqlardır. Məsələn, bu Y-in yerinə 50 dərəcə yazsa, deyəcəm, bu da 50 dərəcədir. Onda uyğun bucaqlardır bunlar. Çünki iti-itiyə bərabərdir. Yəni, uyğun bucaqlar deyəndə biz eyni adlılara baxırıq. İti və ya kör. Məsələn, tutaq ki, x bucağı kör bucağı. Baxın, buradan görünür, düzdür. Buranın misal üçün 130 dərəcə verirsə, buna uyğun bucaqlar harada kör bucaq varsa, onda burada 130 dərəcədir. Bunlar da uyğun bucaqlar. Çünki eyni adlıdır, eynidirlər. İndi gəldik əsas məsələyə. Birinci deyir ki, daxili bir tərəfli bucaqların cəmi 180-dir. Mən bu qaydanı əzbərləmirəm. Şəkilə baxacağım, şəkildən biləcəm. Baxın, daxili bir tərəfli o demək ki, daxildə yerləşsin, bayaq dediyimi, daxildə yerləşən bunlardır, düzdür. Amma bir tərəfdə, daxildə bir tərəfdə yerləşənlər bu qamma ilə y-dir və ya fi ilə x-dir. Görək indi bunlar haqqında nə deyə bilərik? Baxın, məsələn, bu qamma ilə y-ə bax. Biri itidir, biri də kördür, düzdür, görünür də buradan. Onda deyirəm ki, iti ilə körün cəmi 180-dir. Ona görə deyir də, daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Tutaq ki, qaydanı əzbərləmək istəmirsən. Götürürsən bir dənə şəkil çəkirsən, sənə deyir ki, daxili bir tərəfli bucaqlar haqqında. Çəkdiyin daxildə bir tərəfdə yerləşir. İti ilə kördür, deməli cəmi 180-dir. Bitdi. Sonra,
Və ya deyə bilərəm ki, fi ilə x-in də cəmi 180-dir. Çünki biri itidir, baxın şəkildən görünür. Biri də kördür. Kör bucaqdır yəni. Qısa olaraq mən elə deyirəm də iti və kör. İndi keçirik növbəti. Sonra deyir ki, xarici bir tərəfli bucaqlar. Gəlin xarici bir tərəfli bucaqlara baxaq burada. Xaricdə yerləşsin, amma bir tərəfdə. Yəni, onda xaricdə yerləşənlər bir dənə qeyd edeyim. Bunlardır, düzdür? Bu 4 dənələr xaricdə yerləşir. İndi xarici bir tərəfli. Xaricdə bir tərəfdə, baxın, beta ilə m-dən danışa bilərəm. Xaricdədir, bir tərəfdə, düzdür? Adından göründüyü kimi. İndi görək bunlar haqqında nə deyə bilərik? Beta bucağı itidir. M də, yəni bu kördür. Dedik ki, kör bucağın iti bucağın cəmi 180-dir. Onda mən deyərəm ki, xarici bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Yəni, mən şəkil çəkməklə qaydanı oradan əzbər baxıb deyə bilərəm. Yəni, qaydanı əzbərləməyə ehtiyac yoxdur ki, xarici bir tərəfli bucaqların cəmi 180-dir, daxili bir tərəfli ehtiyac yoxdur. Gəlirik. Sonra, növbəti hansı gəlir? Daxili çarpaz bucaqlar, xarici çarpaz bucaqlar. İndi daxili çarpaz bucaqlar nədir? Gedirəm daxilə baxıram, düzdür? Daxili çarpaz. Daxildə yerləşənlər bunlardır, düzdür? Çarpaz nə deməkdir belə? Kres, düzdür? Baxıram indi. Qamma ilə x daxildə çarpazdır, düzdür? Fikir verin, çarpazdır da. Onda indi bunların vəziyyətinə baxıram. Biri kördür, o birisi də kördür. Onda deyəcəm, onlar bir-birinə bərabərdir. Dedik axı, kör bucağa bərabərdir. İti itiyə. Bir deyəm, baxın, bura kör bucaqdır, bu da kör bucaqdır. Onda deyirəm, onlar bir-birinə bərabərdir. Daxili çarpaz bucaqlar. Və ya digərinə baxın. Bu fi ilə də y daxili çarpazdır. Baxın, krespa. Onda deyirəm ki, vəziyyətlərinə baxaram. Bu itidir, şəkildən görünür, düzdür. Bu da iti, düzdür. İti. Şəkildən görünür. Onda deyirəm ki, bunlar da bir-birinə bərabərdir. Belə çıxır ki, daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Məsələn, bir dənə nümunə deyirəm. Mənə deyir ki, bura 70 dərəcədir. Daxili çarpaz bucaqlardan biri 70-dir. Digərini tapın. Deyirsən ki, axı, digəri, bu, bax, kresi tamamlayıram. Burasını deyir də. Onda bu da 70-dir. Hardan bildim? Çünki bu da iti bucaqdır. Ona görə. Yəni, hamısı şəkildə görünür. Gəl onda xarici çarpaza baxaq. Xaricdə yerləşsin, amma çarpaz olsun. Deməli, xaricdə yerləşənlər bunlardır da. Düzdür? Çarpaz, yəni belə. Ya belə, beta ilə n-ə baxacam, ya da alfa ilə m-ə. Yaxşı, gəl tutaq ki, beta ilə n-in vəziyyətinə baxaq. Beta və n. Görək necədir bunlar? N də itidir, beta da itidir. Onda deyirəm ki, xarici çarpaz bucaqlar da bir-birinə bərabərdir. Və ya alfa ilə m-in vəziyyətinə baxıram. Baxıram, alfa kör bucaqdır. M də kör bucaqdır. Uyğundur da bunlar. Deməli, xarici çarpaz bucaqlar ümumiyyətlə bir-birinə bərabərdir. Uyğun olduğuna görə kör bucağa bərabərdir, iti bucaq. Görürsünüz, bütün bu qaydalar var. Hamısı bax, mən yazdığım 3 dənə bu qaydanı bildinsə, yəni bununla bağlı çalışmalar həll olundu. Vəssalam. Uyğun bucaqlar da odur ki, kör bucağa bərabərdir, iti bucağa bərabərdir. Məsələn, sənə betanı verəcək, tutaq ki, 60 dərəcə, deyəcək ki, ged n tap. Deyəsən, axı, bu da itidir, bu da itidir. Onda burada 60 dərəcə olmalıdır. Paralellik şərti verilirsə, kəsən verilirsə, mən bu sözü deyirəm, ha. Mənlə paralellik verməsə, sadəcə şəkili beləcəksə, məsələn deyirəm. Mən o şərti yaza bilmərəm. Bu nəyə aiddir? 2 paralel düz xət. 3-cü düz xətlə kəsişməsindən alınan bucaqların vəziyyətidir bu. Bununla bağlı qaydalar bitdi. Gəldik əsas qaydalardan biri uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar. Burada da həmin qaydalar keçərlidir. Baxın, yenə deyirəm, iti ilə iti bir-birinə bərabərdir. İti bucaq, bucağı yazmıram. Kör bucağa bərabərdir. Səsləndirdiyimə görə yazmıram bucağı tez bitsin deyə. İti bucaqla kör bucağın cəmi də nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Bu qayda ilə davam edirik. Deyir ki, uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqlar eyni adlı olduqda bərabərdir, müxtəlif adlı olduqda cəmi 180-dir. Bilsən nə deməkdir eyni adlı? Yəni budur, eyni adlı itidirsə itiyə bərabərdir, bir-birinə bərabərdir və yaxud da kör bucağa bərabərdir. Müxtəlif adlıdsa, yəni biri itidir, biri kördürsə cəmi 180 dərəcə bərabərdir. İndi gəldik, eyni adlı bucaq nədir? Sənə 2 dənə şəkil göstərir belə. Deyir ki, bunlar paraleldir, düzdür, uyğun tərəfləri paralel olan bucaqlardır. Baxırsan ki, bu itidir, bu da itidir. Birini sənə 20 dərəcə verir, digərini x qoyur. Onda sən deyirsən ki, bunlar eyni adlıdır, onda bu da 20 olacaq da. Düzdür? Bu belə. Gəldim bura. Bunlar da eyni adlıdır.
amma kör bucaqlardır. Onda deyəcəm, bura 120 dərəcə verəcəksə, deyəcəm, bu da 120-dir. Gördünüz? Hamısı eyni qaydaya. İndi uyğun tərəfi perpendikulyar olan bucaqlardır. Baxın, mənə uyğun tərəfi perpendikulyar olan bucaqlarla bağlı şəkil çəkmək lazımdırsa, bunu çəkməliyəm. Baxın. Uyğun tərəflər perpendikulyardır. İndi baxıram, alfanın, betanın vəziyyətinə baxırıq. İti, eyni adlıdır, bəli. Deməli, alfa betaya bərabərdir. Onda məsələn, buranı 10 dərəcə versə, deyəcəm, burada 10 dərəcədir. Alfanı 10 versə, betaya da 10 deyəcəm. Çünki eyni adlıdır. İndi gəldi müxtəlif adlı bucaqlar. Müxtəlif adlı bucaqlar, yəni biri iti, biri kör. Fikir verin, heç bura iti kör sözünü yazmasa belə, mən şəkili görən kimi bilirəm ki, bu itidir, bu beta da kördür. Onda deyirəm ki, bunların cəmi 180-dir. Məsələn, alfanın verəcəyi 50 dərəcə, deyəcək, bura x qoyacaq. Onda deyəcəm, bura 130 dərəcədir. Çünki cəmi 180-ə verməlidir. Burada da eyni zamanda baxın şəkilə, iti, kör. Cəmi nədir? 180-dir. Buranı 20 verəndə beta nə olacaq? 160 dərəcə olacaq. Yəni içəriyə yazıram 160-ı. Məsələn, misal göstərib. Deyir ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlar 4-ün 5 nisbətindədir. Bu bucaqların fərqini tapın. Artıq burada müxtəlif adlı olduğunu görürük. Hardan bilirəm? Biri 4x-dir, biri 5x-dir. Fərqlidir, düzdür, müxtəlif adlıdır. Onda deməli, mən bunları cəmləyəcəm. Nəyə bərabərləyəcəm? 180-ə. Çünki müxtəlif adlıdır. Fərqliliyini görürəm nisbətdən. 9x bərabərdir 180-ə, x də oldu 20 dərəcə. Yazandan sonra mütləq yerinə yazın. Bir dəfə 4-ü vuracaqsınız 20-yə, olacaq 80 dərəcə. Bir dəfə 5-i vuracaqsınız 20-yə, olacaq 100 dərəcə. Deməli, mənim bucaqlarım 100 və 80 dərəcədir. Fərqini soruşursa, 100-dən çıxacam 80-i, deyəcəm ki, 20 dərəcə verir cavab. Baxın, bu belə. Keçirik qaydalarımıza. Baxın, gözəl qaydalar gəlir. Bunlar qəşəng öyrənəcəksiniz, bəzi düsturları. M şəklində oxşayanı görürsünüzmü? Bəli. Burada A ilə B bir-birinə paraleldir. Paralellik şərtini verib. Bu M şəklində oxşayan bu şəkli görəndə ortadakı hissə bərabərdir bu qolların cəminə. Bunu əzbərləyəsiniz. Məsələn, buranı 70 verəcək, buranı 50 verəcək. Deyəcəm, onda bunların cəmi nə qədər edir? 120 dərəcə. X tapanda. Gəldim bura. Bu xəttləri nə qədər uzatsın, əlavə eləyə bilərəm çoxlu. Burada nəyə baxacaqsan? Eyni istiqamətə baxanlar, bax, məsələn, içlərə bax, içlər. Bu içdir, düzdür, iç hissəsi. Bu da haradır, bu olsun çöl tərəfi. Onu da başqa rənglə eləyim də, düzdür, qarışıqlıq olmasın. Məsələn, bunu göy rənglə göstərərəm. Eyni tərəfə baxanları bir toplayacaqsan. Bax, göyləri toplayıram. Alfa, beta, gamma və yazılıbmı bu göy tərəflər? Qırmızı tərəflərə bax, x, y. Yəni, soldakıların cəmi bərabərdir sağdakıların cəminə. Sol tərəfə baxanların cəmi bərabərdir sağ tərəfə baxanların cəmi. Yəni, mən bu xətti nə qədər belə uzatsam, eyni qayda tətbiq olunacaq. Gəldik, deməli, növbəti qaydaya. Burada, baxın, siz bu şəkili görürsünüz. Bəli, görürük. İndi mən bu şəkildə, əgər A ilə B paraleldirsə, mən x-ı buradakı ortadakı hissə bərabərdir, yenə də bu qolların cəminə. Bunu öyrənəcəksən. Bu karandaşa oxşayanı görürük, düzdür, məşhur bu karandaş qaydası. Hamısı bir yerdədir, düzdür. Onda bunların üçünün cəmi mənə nə verməlidir? Üçünün də cəmi 360 dərəcəyə bərabər olmalıdır. Sonra V qaydasını görürsən, bəli, görürəm. İndi mən burada x-i tapanda ortadakı hissə bərabərdir. Qolları cəmləyirəm, həmin cəmdən də 180 dərəcəni çıxıram. Baxın, bunu öyrənməlisiniz. Bunu yazıb pozmalısınız ki, mənim qarşıma bu qayda çıxanda, V qaydası çıxanda mən nə etməliyəm? Buradakı hissə bərabərdir. Qolları cəmləyib cəmdən 180 çıxacam. Gəldik bu şəklə. Mən bu şəkli görəndə bu kör bucaqdan çıxmalıyam iti bucağa. Yaxşı. Saat və dəqiqə əqrəbləri arasındakı bucaq. Gəlin baxaq. Saat və dəqiqə əqrəbləri arasındakı bucağı hesablamaq üçün alfanı tapanda 11 dəqiqə çıx 60 saat bölünsün 2 düsturundan istifadə edirik. Və deyir, əgər sən cavabı tapandan sonra sənin alfan 180 dərəcədən böyük çıxarsa, sən onda həmin o alfanı 360-dan çıxıb götürməlisən. Məsələn, bir dənə misal verək. Tutaq ki, deyirəm ki, saat 15:20-dir. Düzdür, 15:20-dir. Və mən burada saatla dəqiqə arasındakı bucağını tapmaq istəyirəm.
Alfanın düsturu nədir? 11 dəqiqə. 11-i vuracam dəqiqəmiz nədir? 20-yə. Çıxılsın 60 saat. Saadım nədir burada? 15 bölünsün 2-yə. Bu nə eləyəcək? 900-dən 220 çıxanda 680, 2-yə böldü 340. İndi görürsünüz, bizim alfamız oldu 340 dərəcə. Bizə deyir ki, qaydada, əgər sənin alfan 180-dən böyük çıxarsa, sən 360-dan çıxmalısan cavab. Baxın, onda mən 360-dan həmin bu 340-ı çıxıram. Deyirəm ki, mənim cavabım onda 20 dərəcədir onda. Saatla dəqiqə əqrəbi arasındakı bucaq 20 dərəcədir. Bu belə. Bir də ki, indi bu qeydlər götürürlər də, mən bunu sileyim indi. Çünki burada növbəti sonuncu qaydanı izah eləyəcəm. Baxın, bunları biz öyrənməliyik. 1 dərəcə 60 dəqiqədir. Baxın, 1 dərəcə 60 dəqiqədir. 1 dəqiqənin də 60 saniyə olduğunu bilirik. Düzdür? İndi, məsələn, bizə belə bir misal verib, düzdür? Deyir ki, bunun qonşusunu tap. Biz də bilirik ki, qonşunu tapmaq üçün qonşu bucaqların cəmi nədir? 180 dərəcəyə bərabərdir. Qonşu bucaqların cəmi 180-dir. Məsələn, mən deyir ki, 50 dərəcəli bucağın qonşusunu tap. Neyinirsən? 180-dən çıxırsan 50-ni deyirsən 130 dərəcə. Düzdür? Burada da onda mən 180-dən bu veriləni çıxmalıyam. Amma necə? Biraz səliqəyə salmalıyam. 180 dərəcəni parçalayırıq. 1 dərəcə götürdüm oradan. 179 dərəcə yazdı bura. Düzdür? 60 dəqiqədə, axı 1 dəqiqə, baxın, 1 dəqiqə 60 saniyədir, düzdür? İndi 60 dəqiqəni yazdı bura. 60 dəqiqəni də parçaladı. Deməli, belə deyək də, bu 1 dərəcə nədir? 60 dəqiqə deyil. Onu yazıb da bura. Həmin o götürüb, bax, 179 dərəcə ilə üstünə 1 dərəcə gələndə 180 eləmir, eləyir. Bunu yazdı ki, 179 dərəcə. Bu 1 dərəcənin əvəzinə nə yazdı? Baxın, 60 dəqiqə. Bunu yazdı bura. Bu getdi. Bunu silirəm indi. Sonra baxır ki, axı burada saniyədə var 18 saniyə. Mən onda o 60 dəqiqəni də biraz parçalayım, saniyə yaradım. Deyir ki, 60 dəqiqəni, görün nə yazır? 59 dəqiqə yazıb. 60 saniyə yazsam. Çünki, baxın, 59 dəqiqə üstünə 1 dəqiqə gələndə nə edir? 60 dəqiqə eləmir. 59 dəqiqəni yazdı. O 1 dəqiqənin əvəzinə, baxın 1 dəqiqənin əvəzinə nə yazdı? 60 saniyə. Görürsünüz? Yəni burada 2 mərhələli parçalama getdi. Nəyə görə? Çünki bax, bunu yaratmalıyam ki, bunun kimi mən onları çıxa bilim bir-birindən. Baxın, bir də təkrarlayıram. 180 dərəcəni 179 dərəcə və 1 dərəcə kimi yaza bilərəm. Cəmi 180 eləyir. Düzdür, yazdı. Bax, 179 dərəcə və o 1 dərəcənin əvəzinə, baxın, nə yazmışıq burada? 60 dəqiqə götürüb, bura 60 dəqiqəni yazdı. Əla. Ondan sonra, baxır ki, axı saniyədə yaratmaq lazımdır. Deyir, bəlkə 60 dəqiqəni belə eləyim. 59 dəqiqə ilə 1 dəqiqə, yəni 59 və 1 dəqiqə 60 dəqiqə eləmir. Yazdı bura 59 dəqiqə. O 1 dəqiqənin əvəzinə saniyə, 1 dəqiqə 60 saniyə daha, baxın. Həmin o 1 dəqiqənin əvəzinə bu 60 saniyəni gətirdi, bura yazdı. Oldu, əla. Düzdür, tamamlandı, tamamlandı. İndi mən rahat çıxa bilərəm alt-alta. Saniyə saniyənin altında, dəqiqə dəqiqənin altında, dərəcə dərəcənin altında oldu. Belə. Bu qədər, sağ olun.